Salamünaleyküm. Deməli, bizim limfa damarlarını və limfa vəzilərini təmizləmək üçün üçüncü inşallah ki, söhbətimiz başlayır. Deməli, bizim üçüncü söhbətimiz ayaqlarda limfa mayeəsinin azaldılması, təmizlənməsi və əmələ gəlməməsi üçün biz nə edə bilərik? Ümumiyyətlə, ayaqlarda limfa mayeəsi əmələ gəlirsə, təbii ki, ayaqlarda şişkinlik əmələ gəlir. Buna biz deyirik limfostaz və yaxud da fil xəstəliyi. Çox ağır bir ciddi xəstəlikdir. Xəstəliyin əmələ gəlməsinin əsas səbəblərindən biri limfa mayeəsinin limfa damarlarından yuxarı qalxan zaman orada əmələ gələn klapanlar var. Hansı ki, o klapanlar limfa mayeəsi yuxarı çıxanda aşağıya doğru gedəndə bağlanmalıdır və həmin klapanlar xarab olur, yəni işləmir, infeksiyalaşır, iltihaplaşır və həmin o klapanlardan limfa mayeəsi aşağıya doğru axır və ayaqda fil xəstəliyi əmələ gəlir. Birinci növbədə biz limfa mayeəsinin əmələ gəlməməsinin qarşısında olan tədbirləri biz deməliyik. Deməli, burada birinci faktor nədir? Köklük. Çox kök insanlarda bu limfa qapaqları tez sıradan çıxır və limfosat xəstəliyi əmələ gələ bilir. Köklüyün qarşısı alınmalıdır. Ümumiyyətlə, köklük bir bəladır. Kök insanlar daimi xəstədir. Ola bilməz ki, kök insan desin ki, mən 60-70 yaşıma sağlam çatmışam. Mümkün deyil. Mütləq onda bir problemlər əmələ gəlir. Ən azından diskomfort bir hal yaşayır. Ona görə də köklüyü aradan qaldırılmalıdır. Bu bir. İkincisi, bizim qida vasitələrimizdə iltihab əleyhinə təsir göstərən qida maddələrinə üstünlük verməliyik. Bunlar hansılardır? Məsələn, soğan və yaxud da sarımsaq. Sarımsağın tərkibində allyusin maddəsi bütün antibiotiklərdən güclü təsiri var. Yəni, bədənimizə seçici bir antibiotik özəlliyində təsir göstərir. Seçici nə deməkdir ki? Seçici odur ki, bizim bədənimizdə iltihab əmələ gətirən ocaqların hamısına öldürücü bir təsir göstərir. Ona görə də mütəmadi şəkildə, heç olmasa həftədə bir 3 dəfə, 4 dəfə biz sarımsaqdan istifadə eləməliyik. Bu bir. Soğan. Soğanda iltihab əleyhinə təsirləri var. Və soğanda bir gözəl də bir maddə var. Bu maddə bizim damarlarımızı elastikləşdirir, damarlarımızı rezin kimi eləyir və ən əsası odur ki, bizim damarlarımızın dağılmağının, sınmasının qarşısını alır. Ona görə də biz soğandan da mütəmadi istifadə eləməliyik. Yəni baş soğandan. Göy soğan da olar. Problem deyil. Bu iki. Üçüncüsü sarıkök. Yeməklərimizdə sarıkökdən çox istifadə eləməliyik. Sarıkök mütəmadi olaraq sarıkök zəncəfil qarışımından içmək lazımdır. Baxın, deməli 400 qram sarıkök, 100 qram zəncəfil, 50 qram pul, 50 qram istiot, qara istiot. Bunları bir-birinə qarışdırıb gündə 3 dəfə bundan bir çay qaşığı ağza atıb üstdən bir stəkan su içmək. Çox gözəl bir təsiri var. Buna istifadə eləmək lazımdır. Bu üç. Dördüncüsü brokoli kələmi. İltihab əleyhinə gözəl bir təsiri var. Brokoli kələmi ilə məsələn gül kələmi qarışdırıb salat eləyib tez-tez yeyə bilərsiniz. Bu 4. Beşincisi çuğundur. Çuğundurun tutmasında istifadə edə bilərsiniz. Çuğundur kök qarışımı məsələn şirəsini hazırlayıb içə bilərsiniz. Baxın, məsələn, bir stəkan çuğundur və bir stəkan kök şirəsini çəkirsiniz, bir-birinə qarışdırırsınız, bunu içirsiniz. Bir ay bunu eləyə bilərsiniz. O qədər faydalı bir şeydir. O qədər gözəl bir təsirləri var. Çuğundurun tərkibində olan maddələr bizim bədənimizdə nitrit və nitratların miqdarını qaldırır və bununla da biz nitrat oksidinin miqdarını qaldırır və bu bizə anidən bir sağlamlaşdırıcı, gümrahlaşdırıcı bir effekt əmələ gətirir və güclü də bir iltihab əleyhinə xüsusiyyəti də var. Bundan istifadə etmək lazımdır, mütləq. Deməli, belə bir qarışım deyim mən sizə inşallah ki, bax bu qarışımdan da istifadə edə bilərsiniz. Deməli, 500 qram balqabaq götürürsünüz. 500 qram kök götürürsünüz, 500 qram çuğundur götürürsünüz və kilo yarımda bal götürün. Balqabağı, çuğunduru hamısını bunların ət maşınından keçirirsiniz. 1 kilo yarım bala qarışdırırsınız. Qoyursuz soyucuda durur. Hər gündə 2 dəfə qarışdırmaq lazımdır və 4-5 gündən sonra artıq bu da bir maye əmələ gələcək. Bura bir 300 qram limon şirəsi qarışdırırsınız. Ondan sonra süzürsünüz. Bu mayədən hər gün deməli yarım stəkandan bir ət çox götürürsünüz. 2 stəkan adi bildiyimiz otaq temperaturunda olan normal suya qarışdırırsınız və bunu içirsiniz. Bu bizə nə verir? Bu bizim damarlarımızı elastikləşdirir. Həm öz qan damarlarında və həm də limfa damarlarında. Deməli, hansı ki o
qapaqların zədələnməsi zamanı baş verir və bizim ayağımızda şişlər əmələ gəlir. Bax, o qapaq zədələnməsinin qarşısını alır və bununla da limfa mayesinin ayaqlarımıza toplanmasının qarşısı alınır. Bir də bizim gözəl bir bitkimiz var və bu gözəl bitkini biz həmişə istifadə eləmişik və çox gözəl effektlərimiz var. Bu bitki ot hindi bitkisidir. Ot hindi bitkisi bizə nə verir? Ot hindi bitkisi qan dövrü, qanı durlaşdırır, qan axımını rahatlaşdırır. Hətta dəfələrlə olub ki, limfostaz xəstəliyinin əmələ gəlməsinə səbəblərdən biri qan dövranının pozğunluğu olur. Ümumiyyətlə bizim sistem bizdə insanlarda belədir. Deməli, qan özü ilə həm oksigen, həm karbohidrat daşıyır, yəni qida maddələri daşıyır. Gətirir bizim toxumalarımızı qidalandırır. Ora həm həyat verir, oksigen verir, həm də qida vasitələri ötürür. Və bunun qan fəaliyyəti qurtardı. Artıq bu gətirilən qan olur arterial qan. Toxumalarımız qidalanandan sonra artıq venoz damar, həmin qan keçir venoz sistemə və venoz sistemindən gedir qaraciyərə. Bizdə əgər biz buna deyirik metabolizma. Bax bu metabolizma da eyni zamanda həm də limfa mayesi əmələ gəlir. Baxın deməli, əgər bizim tutalım məsələn ayaqlarımızda şiddətli ağrılar varsa, tutaq ki, ayaqlarımızda daimi olaraq şişkinliklər əmələ gəlirsə və bəzi hallarda səhər-səhər şişkinlik əmələ gəlib axşam yatırsa, bəzi hallarda elə vaxt olur ki, axşam əmələ gəlir, səhər yatır və yaxud da daimi olaraq bizim ayaqlarımızda ödem olaraq qalır. Bax, bunların hamısı ilkin siqnallardır ki, bizim gələcəkdə ayaqlarımızda limfostaz əmələ gəlsin, limfa mayesinin durğunluğu əmələ gəlsin. Bu zaman biz ot hindi bitkisindən istifadə edirik. Gündə 3 dəfə bir çay qaşığı ot hindini ağza atıb üstdən bir stəkan su içəndə qan durulaşır, qan rahat axır. Qanın tərkibindəki maddələr, yəni karbohidratlar və yaxud da ki, oksigen daha tez toxumaya çatır və onu daha tez qidalandırır və damarlarımızı daha yaxşı gəvşətir. Eyni zamanda ot hindi bitkisinin özündə həm də iltihab əleyhinə təsir göstərən bitki maddələr var və bu maddələrin hesabına da bizim oynaq mayesinin ayaqlarımıza mayenin yığılmasının qarşısı alınır. Görürsünüzmü, dərman bitkilərinin kombinasiyası və ya qida maddələrinin birlikdə kombinasiyası nə qədər gözəl nəticələr verir. Bundan başqa, ayaqlara qoyulmuş hicama çox gözəl təsir göstərir. Məsələn, 3 dənə bir buda, 3 dənə bir buda, 3 bir baldıra, 3 bir baldıra. Ümumən 6 bir ayağımıza, 6 ədəddə bir ayağımıza hicam eləməklə biz ayaqlarımızın limfodrenaj funksiyasını yaxşılaşdırırıq. Xatırladım ki, limfa mayesinin əmələ gəlməsi zamanı da bizim toxumalarımızda limfodrenaj funksiyası pozulur. Bax, bu limfodrenajı biz hicama ilə bərpa edə bilirik. Bundan başqa zəli müalicəsinin ayaqlara qoyulması çox gözəl təsir göstərir. Hətta zəli ilkin vəziyyətlərdə təzə başlamış limfostaz xəstəliyinin zamanı hicama və zəli müalicəsinin tətbiqi xəstəliyi tamamilə aradan qaldıra bilir. Amma xəstəlik gəlişibsə əgər, üstündən belə deyək, 3 il, 5 il keçibsə əgər, daimi olaraq ayaqda şişkinlik əmələ gəlibsə əgər, yenə dediyim bir müalicələrin tətbiq olunması sizin ayağınızın olduğu vəziyyətdə qalmasına səbəb olacaq və ayağınızın böyüməsinin qarşısını alınacaq. Yox, əgər dediyim bunların heç biri tətbiq olunmasa, siz tənbəl bir həyatınıza, belə deyərdim ki, ağ çörək, nə bilim, fast food yeməklərlə davam edərsinizsə əgər, ayağınız böyüyə-böyüyə gedir və o vəziyyət hətta gəlib çatır ki, ayaq amputasiya olunur, yəni ayaq kəsilmə məcburiyyətinə qalır, çünki vətəndaş artıq ayağını özü ilə sürüyüb yeriyə bilmir. Nəsə, Allah hamımızı qorusun, bizdə içində belə bəlaları bizdən uzaq eləsin, bizim borcumuz sizi bilgiləndirməkdir. Biz 3 dərs, belə deyərdim ki, 3 söhbət limfa mayesinə və limfa damarlarına, limfa vəzilərinə həsr elədik. Biz bunu bitirdik. Mənə çoxlu suallar gəlmişdi ki, bu haqda geniş məlumatlar verin. Mən məlumatlarımı, bildiklərimi verdim. Başda limfa vəzilərinin əmələ gəlməsi, təmizlənməsi, sonra bədənimizdə limfa vəzilərinin, limfa damarlarının təmizlənməsi və ayaqlarımızda da bugün bitirdim. Sağ olun, salamat qalın, çalışın, sağlam olun. Biz də içində amin.